Salam, hər vaxtınız xeyir olsun. Mənim gözəl, əziz izləyicilərim, necəsiz? Yeni bir vloguma, mətbəximə xoş gəlmisiniz. Həmişə siz gələsiz, səfalar gətirəsiz. Bilirəm ki, bir neçə gündür yenə yox idim, amma yenə də o məndən asılı deyil. Yəni səhhətimlə bağlı, yəni təzyiqim qalxmışdı yenə həmişəki kimi. Təzyiqim də mənim qalxdısa, elə bil ki, kürəklərim məndə elə bil ki, dağılır. Yəni heç nə halım olmur da eləməyə, telefonu götürüm, çəkiliş eləyim. Beynim elə bil ki, sönür məndə. Yəni bilmirəm ki, hardan, necə başlayım, necə eləyim. İnanın mənə elə yeməyi də güclə eləyirdi. Necəsiz? İnşallah yaxşısınız. Sizdən uzaq. Yəni özümü doğrudan da həddindən artıq çox pis hiss eləyirdim. Ona görə heç cür telefonu götürüb əlimə çəkiliş eləyə bilmədim. Şükür Allaha, dünəndən yaxşıyam. Dünənləri elə bir ki, dünən çəkiliş eləmədim. Bugündən başlayıram bu günün çəkilişini. İnşallah sabahları paylaşacağım. Səhər bayaqlarda durmuşam. Saat hal-hazır, saat 2-dir, 3-ə işləyir. Fikirləşirəm ki, nə bişirim. Axırda tapdım ki, aş eləyəcəm. Deməli, döşəməli aş. Yəni, aşın altında toyuq bişirəcəm. Çoxdandır mən bundan eləmirdim. Dedim, qoy bunu eləyim. Bilmirsən, nə bişirəsən, nə yeyəsən. Orada da iftarda elə bir şey də yeyə bilmirik. Biraz su içirsən, su içən kimi gedirəm namaza. Namazdan sonra gəlirəm, biraz yeyirəm və salam. Heç səhər heç nə yeyə bilmirəm. Çünki bir dəfə yedim, özümü gün ərzində o qədər pis hiss elədim ki, ağır hiss elədim. Ona görə də yemirəm. Dünən məsəl üçün nə yedim? Şey var idi, şit tvarok var idi. O südü çürüdür səni, o tvarokdan. O var idi, elə ondan bir neçə qaşıq yedim, bəs salam. O mənə bəs edir. Əsas su içirəm. Gün ərzində mənim o su enerjimi şeyləsində doldursun. Yeyirsiniz, necəsiz? Bu bir neçə günləri neyinirsiniz, neynəmisiniz? Nə pişirirsiniz, nə hazırlayırsınız? Deyin, bizə də bir şey olsun, məsləhət kimi olsun, bilək. Neçə gündür mən nə pişirdim? Mərci elədim, qreçka pişirdim, yaşıl mərci elədim, qreçka pişirdim, toyuq çırpması elədim, bunları elədim. Şo. Xunanın da ki, qapısını bağlamışam. Qız papuqay hər dəfə bulud çıxır yuvasından. Onu da ki, bağlamışam ki, koridorda uçur orada. Otaqlara keçid eləməsin, girməsin. İndi mən yiyəcəm bu toyuğu. Toyuğu geçəcəklə doğrayacağım, böləcəm. Sonra götürəcəm soğan. Soğanı duzda əzəcəm qəşəng. Sonra duzunu istiot yoxdur, gedək. İndi birazdan sizinlə birlikdə gedərik ləzi çərəzə. Düyü alacağım. Bir də qara istiot qutarıb. O vaxta kimi də bu özünü tutacaq. Qoyacağım xaladelnika, özünü tutsun. Əslində bunu gecədən eləyəndə daha qəşəng olur. Amma neyləmək olar? Bir saat 2-dir. Tez gedib gəlsəm, düyünü qoysam, yəqin ki, saat 5-7-yə kimi pişər də. Bircə dəqiqə.
duruşday kız. Ay kız. İstiyə baxın, mən də qalın kurtka giymişəm. Evdə işimi bitirdim hələ. Qızlar, neçə vaxt idi ki, yemiş hörüylü, yemiş qurusu axtarırdım. Heç yerdə yox idi. Axırda tapdım da, nə deyirsiniz? İndi evə gedim göstərəcəm sizə. Bir dənə gözəl bu dadı var. İnşallah iftarda baxacağım dadına. Yekələri də var idi. Kilosu 10 manat neçə qəpikdir. Mən elə 4 manatlıq götürdüm. Yekələri də vardı, uzunları. O biraz qaraydı, biraz quruydu. Amma mən şey götürdüm. Balaca konfet kimisi. Onlardan götürdüm. Onların rəngi sarı idi, yumuşaq idi. Çox qəşəngdi o. Evə gedim. Saat 5'e işləyir. Tez evə gedim. Aşın suyunu qoyum. Gəldim. Baxın, bu yemiş qurusunu sizə göstərim. Bizsiz nədir, bizsiz nədir? Heç, mən bu il yəqin ki, elə də stolu bəzəməyəcəm. Nə yeyilirsə, çünki artıq qalır. Mədəmiz tutur. Uşaqlar da qatıb qarışdırırlar. Mədələri tutur. Ona görə çox şey almayacağım. Nə yeyilirsə onu da alacağım. Baxın, bunu deyirəm. Dinya suşonu. Çox gözəl qoxusu var. Dadı da dəhşət bir şeydir də. Bunu mən tapa bilmirəm də. Bunu necə eləyirlər? İminə sırf bax belənçinə. Görsünüz, yaş kimidir. Görsünüz. Bəziləri çoxu götürür. Deyirəm ki, bəs yemiş qurusu istəyirəm. Şey göstərirlər mənə. Siz deyin. Çukat göstərirlər. Mənə də çukat lazım deyil. Şimdi gedim əllərimi yuyum. Elə düyünü aldım bundan. Bir də istiyor. Elə düyünü də 4 manatlıq aldım. 4 manatın da hamısını əlavə eləyəcəm. 3 manatdan 20 gətirildi. Yaxşı qoxusu var. Bunun adı nədir deyim də mən hansı alıram. Gold Şahan. Superdir. Mən çox xoşlayıram bu düyünü. Həm qiyməti də yaxşıdır. Elə də baha deyil. 3 manat 20 gətir. Həm də qoxusu dəhşətdir də. Su qaynayana kimi bu da burada. Sirkə də əlavə edeyim, tez pişsin. Alma sirkəsi var. Saat 5 işləyir. Bu alma sirkəsi də biraz yumuşatsın onu. Dobra, onu bindin. Pişmeyeceksen istediğin. Sadece çok cemiyatı. Böyle gelsen. Bak akşam geleceksin. Gel bak aldım. Bu ne bunu gülüyorum. Bak bak tatlı. Hep qablardan almaq lazımdır. Yox diye. Kadın aldın mı? Təbrizdən. Bu dəniz şərəfinin üzvü özündə. Yemişdi də. Bak. Bu qablardan almaq lazım. Vahşi olsun diye. Güzel bilmirəm. Tərə baxsın.
Bax. Necədir? Yemiş tadı gəlir. Pisdir. Yemiş tadı gəlmir. Gəlir də. Bak dedi, şey mi? Yok ben olacağım. Ala razı eləsin. Ala. Şimdi boşa bloklar. Boşa bloklu yəqin elədir də, reseptlər. Yemiş tadı gəlmir ki. Yok. İçindeki boşaltma yerden hamısının dadı şeydir. Yaxşı. Bir dəfə də o uzundan ucunu alaram. Baxın, onda da güzəlir. Yüzün tadı gəlmir. Niyə? Hə, doşabın da hissi gəldi, çox deyib, götürüldü. Doşablar geldi da. Gəldi də. Doşab olmayan yerden geldi. Buradan geldi da. Hə? Ağ olan yerləri, hə? Doşab hamısını dönüyor. Birinci də var şey, datıdır. O kültürü. Çok saçma. Bu olamaz. Hardan vurur? Sağdan, soldan. Aşırı güzel. Hə. Basma. Hə. Oyna. Oh. Su. Ama yemek var. Yemiş tadı gəldi qəşlə. Düyü pişsin, suyu qaynasın, duzunu vurun. Kamerayı qoşdum ha. Kızlar biraz düydən çəkdim. Ondan sonra üzərinə heç şey yandırmadı ki uşaq. Deməli toyuq qoydum. İndi biraz soğandan da əlavə eləyəcəm. Bu dadlı olur. İndi düyünü tam çəkəcəm. Qoyacağım bişməyə. Dedim çatmayacaq, amma çatdı. Pişdi toyuqları. Allah bütün iftarları qəbul eləsin. Bütün nə ki dualarınız varsa hamısı qəbul olsun inşallah. Biz də oturaq, nuş eləyək. Allah göz haqqınızda halal eləyək. Gecə saat 2-dir. 2-dir, 2 yox, 2-nin yarısıdır. Elə Şakir, kinonun adı nədir? Şakir Paşanın ailəsi.
Onu qoşdum, elə qabları yudum. Dünənləri bir xanım mənə sual vermişdi ki, bəs maşında paraşoku hara tökürlər, maye paraşoku hara tökürlər, onu istəyirəm deyim. Deməli belə. Deməli, baxın qızlar, kim ki bunu bilmir, onlara göstərmək istəyirəm. Burada paraşok tökürsən, burada paraşok tökürsən. Əgər sən ön yıkama eləmək istəyirsənsə, burada tökürsən paraşok, burada tökürsən paraşok. Misal üçün mən nə edirəm? Mən indi ön yıkama eləmirəm. Paltaları yusam belə paraşoku ya bu birə tökürəm. Bax burada bir rəqəmi yazılır, görürsüz? Baxın, ışığı yandırdım. Bax burada. Baxın, görürsüz, bir yazılıb. Burada belə bir güldür. Bu olan işarəyə bura nə tökürsüz? Paltar yumuşaldıcı əlavə edirsiniz ancaq. Və burada yenə də paraşok. Yəni fərqi yoxdur. Quru paraşok oldu və yaxud da ki sulu maye paraşok oldu. İkisini də eyni anda tökməyin. Ya sulu mayədən istifadə eləyin və yaxud da ki quru paraşokdan istifadə eləyin. Mən belə məsləhət görərdim ki, sizə quru paraşoku barabanın içərisinə tökəsiz. Amma sulu mayəni bura tökəsiz. Mən bir neçə vaxtdır ki, elə quru paraşoku barabanın içərisinə tökürəm. Onda daha yaxşı yuyulur. İstəyirsiniz burada tökə bilərsiniz. Fərqi yoxdur. Sadəcə olaraq maşına yaxşı baxmaq lazımdır qızlar. Təmiz baxmaq lazımdır. Tez-tez təmizliyinə riayət eləyin. Aşağıdakı nə deyirlər onu, şlanqı boşaldın. Kirli suyu çıxardın oradan. Sonra o şeyi açın. Nə deyirlər orada? Belə qara ruçka kimi şey var ya, onu açın. Oradan da su tökülsün. Baxın, görün orada nələr yığılıb, nələr yığılmayıb. Çünki paltarların təmizliyi yəni ondan da asılıdır. Bax belə, əgər nəsə başa düşmədisə, yenə istəyirsiniz, mən də bir neçə videolar çəkmişəm bu barədə. Yəni, hər hansı knopka nə üçündür, xlopuk nə üçündür, sintetika nə üçündür, hansı ağ paltalar hansı rejimdə yuyuram. Məsələn, ümumiyyətcə mən ağ paltaları, dəsmallardır. Bunları mən 95 dərəcədə yuyuram. Rejimdəki ən yüksək rejimə qoyuram. Amma qara paltaları yuyuram 40 dərəcədə, rəngli paltalarsa 60 dərəcədə. Hədə 60 dərəcədə, amma rejimsə baxır. Əgər geyiniləsi paltarlardırsa, onları ancaq 400-dən yuyuram. Çünki rejim, sıxma rejimi nədir? Paltarları sıxır. Bildiniz necə? Paltarlar nə qədər az sıxılsa, o qədər gec xarab olurlar. Bildiniz necə? Amma ağlardır, bax elənçinə, rəngli paltarlardır, məsəl üçün pasteldirsə, onlar da elənçinə yüksək rejimdə, yüksək rejimdə 60 dərəcədə yuyuram, amma rejimi yüksək rejimdə istifadə edirəm. Bax belə, qızlar, çörəyi də bayaqları qoymuşam. Bunun üstü nəsə yaxşı qızarmadı, deyəsən az dərəcədə qoymuşdum. İndi yenə 20 dəqiqə də qoyum. Qızarsın, bir dənə açım, dəqiqə. Oğlum getdi, un aldı bayaqları. Töktüm qaba. Baxın, görün. Bir də belə bu unlardan almaq istəyirəm. Təzə biraz da qızarsın. Görsünüz, pambıq kimidir, yaxşı qızarmayıb. Biraz da qoy qızarsın. Şo. Bunu özüm açmışam ki, çünki altına girirdi, ərəməsin. Bir də qızlar, bu çox yaxşı bir şeydir. Onu da yuyacam, onun için də xəmir eləmişəm. Bu nə üçündür? Keçən zəfər, inanın mənə, kürəyim ağrıyırdı. Deməli, Azərbaycanca bilmirəm nə deyirlər ona, lapatka. Lapatkam elə bir ki, bir dənə nöqtə var idi. Üstünüzə salıq deşilirdi də. Elə bir ki, bıçaq salırdılar, yəni belə vururdular. Da masaj da elədim, oğlum da masaj elədi, qızım da masaj elədi, yəni keçmədi.
Mənim ağrımı bilsiz nə apardı? Bax bu. Bunu götürdüm, dartdım. Yəni bunu elədikcə o həmin əzələlərə belə deyim də напряжение, Azərbaycanca nə deyim, güc düşürdü həmin əzələyə. İnan mənə, ondan sonra bilsiz necə dayandı. Çox super bir nəticə verdi. Ümumiyyətcə mən bir 3 il bundan qabaq belə deyim sizə, oturun. Qızlar, 3 il bundan qabaq mən oğlumun arxasınca gedəndə evləri yığışdırıb getmişdim. Tərli-tərli. Həmin yerdə də deməli külək tutmuşdu. Külək idi həmin günü. Tərli-tərli əynimə kutkanı geyindim və getdim. Deməli, evə gəldim, heç mən hiss eləmədim ki, mənə soyuq dəydi. Deməli, səhərsi günü gördüm ki, boğazımın sağ tərəfdə, boğazda, aşağı hissədə gördüm şiş yaranıb. Çox qorxdum, həddindən artıq çox qorxdum. Dedim, bu şişdəki bir xeyləm oldu da. Sağ qolum ümumiyyətcə məndə işləmədi. Qolumu nə qaldıra bilirdim, nə hərəkət eləyə bilirdim. Heç bir şeydə inanırsınız. Mənim qolumu Nəzrin belə qaldırırdı, idman elətdirirdi. İnanırsınız, o da ağlaya-ağlaya. O dərəcədə mənə soyuq dəymişdi. Və mən o qolumu nə ilə sağaltdım? Bir bu idmanla, bu rezinlə. Və bəzi idman növləri var idi ki, mən onları axtardım YouTube'da, başladım onları eləməyə. Boğazımı da ki, elə bil ki, getdik, MRT elədik. Elə bildim ki, pis xəstəlidir də, bir şişdir. Allah hamıya kömək olsun. Yəni o dəhşət bir şeydir də. Yəni oturursan MRT-ni eləyəndən sonra oturursan orada cavab ki, gözləyirsən ki, bilmirsən bu bəd xəstəli bir şişdir, nədir? İnanırsınız, yəni o dünyanı gedib görüb gəlirsən də, yəni o qədər narahat olursan. Həkim artıq çıxanda ki, deyəndə ki, bəs sadəcə olaraq soyuq olub, xronikidir, bir şey olan kimi şişir. Məndə artıq bir şey olan kimi, nəsə olan kimi həmin tərəf şişir də. İnanın mənə necə rahatlanmışdım. Diqqət eləyin, yəni tərli-tərli gedib uşağın arxasınca getməyin. Yəni mən 2 il qolumdan, 2 il, bəlkə də artıq, bəlkə də yox, elə artıq 3 il mən əziyyət çəkdim. Mən qolumu qaldıra bilmirdim. Təzə-təzə vəhşi ölürdüm. Sonra yavaş-yavaş başladı açılmağa. İnanın, əlimi qaldıranda əllərim titrəyirdi, əsirdi. Yəni o dərəcədə ağrı var idi. Amma yenə də o ağrıya baxmayaraq mən qolumu işlədirdim. Şükür, indi yaxşıdır. İndi qolumu əməli başlı qaldırıram. Biraz hər hansısa bir nahiyəm ağrıyan kimi qolda, çiyində və yaxud da ki, lapatkada. Bunu mənə mama vermişdi. Bunu götürürəm az məsafədə. Məsəl üçün, əllərim burada az məsafədə olanda daha bərk sıxmalısan. Güc tələb olunur da onu sıxmaq üçün. Amma inanın mənə çox gözəl bir şeydir. Bir dəfə sabahları istəsəz, rəylərdə yazarsınız, sabahları göstərərəm. Bundan necə idman eləyirəm. İndi üzümü göstərmədən əllərimi belə çəkərəm, baxarsınız. Belə qızlar, istəyirəm mən sizinlə burada sağollaşım. Nəsə çox danışdım, baxıram görüm 8 dəqiqə 35 saniyədir. Artıq bunun montajı var. Bunun montaj eləyib yavaş-yavaş yəqin qısaldacağım. Hər birinizi öpürəm. Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik.